AutoCAD-ı öyrənmək nə qədər çətindir? Təsəvvür edin, illərlə mühəndis çalışan şəxslər var ki, onlar hələ də AutoCAD-ı öyrənməyiblər və onların ən əsas qorxusu proqramın çətin olmasıdır. Elə universitetdə təhsil alan tələbələrin bir çoxu da elə düşünür ki, bu proqram çətindir. Bunun əsas səbəblərindən biri də universitetdə dərs deyən müəllimlərin düzgün metodikadan və üsullardan istifadə etməməsi və tələbələrə bu dərsləri düzgün izah etməməsidir. Hansı ki, mənə yazan tələbələrin bir çoxu ən sadə alətlərin istifadə qaydasını belə bilmirlər. Bu başqa bir videonun mövzusudur. Mən bu videoda AutoCAD-ın əslində göründüyü qədər çətin olmadığını sizə izah eləməyə çalışacağam. Mənə görə AutoCAD-da nəyisə çəkmək ilə kağız üzərində çəkmək arasında o qədər də ciddi bir fərq yoxdur. Yəni texnika eynidir. Biz necə ki kağız üzərində nəyisə çəkmək üçün karandaş, qələm və s.dən istifadə edirik, eyni şəkildə proqramda da əslində elə bu üsulları tətbiq edirik. Sadəcə fərq ondan ibarətdir ki, birində kağız üzərində çəkirik, birində isə kompüter üzərində çəkirik. Kimlər ki AutoCAD-ı öyrənmək istəyir, amma çətin olduğunu düşünür, onlara tövsiyə eləyərdim ki, ilk olaraq karandaşı, ruçkanı götürsünlər və kağız üzərində sadə cizgi nümunələrini çəkməyə çalışsınlar. Bir çox proqram öyrənən biri kimi deyə bilərəm ki, AutoCAD əslində çox sadə və rahat proqramdır və həmçinin digər proqramlarla müqayisədə mənə görə AutoCAD-da alət sayı nisbətən azdır. Əlbəttə, başlanğıcda müəyyən qədər çətinliklərin olması normaldır, amma təxminən 3-4 dərsdən sonra siz o çətin hissəni aşacaq və daha rahat şəkildə irəliləyəcəksiniz. Hələ də AutoCAD-ı öyrənə bilmədiyi üçün iş tapa bilməyən və yaxud da ki, çalışdığı vəzifədə inkişaf etməyən şəxslər var. Əgər olduğunuz yerdən daha yaxşı yerlərə qalxmaq istəyirsinizsə, mütləq şəkildə özünüzü inkişaf elətdirməlisiniz və əgər mühəndissinizsə, özünüz üçün edəcəyiniz ən yaxşı yatırımlardan biri AutoCAD-ı öyrənməkdir.